Bismillahirrahmanirrahim. Əziz və dəyərli möminlər, bu gecə Həzrəti Əli əleyhissalamın şəhadət gecəsidir. Və həmçinin bilirsiniz ki, Qədr gecəsi Quran-ı Kərimin nazil olduğu gecədir. Və Əli də natiqi Qur'andır. Qur'anın canlı təzahürüdür. Məhz Quran-ı Kərimlə Əli əleyhissalam arasında çox bənzərlik vardır. Peyğəmbər də buyurub ki, Qur'an Əli ilədir, Əli də Qur'anladır. Necə ki, Quran-ı Kərim hər mövzunu əhatə eləyir, Quran-ı Kərimə nəzər salsaq görərik ki, orada həm əxlaqi mövzular, həm hökmlər, hər bir ictimai mövzular yer alır. Əli əleyhissalam da elədir. Hər bir mövzu onun həyatında baxsanız özünüz üçün nümunə götürə bilərsiniz. Əli əleyhissalamı bu səbəblə də Camiul Əzdad, yəni ziddiyyətləri birləşdirən adlandırıblar. Çünki Əli əleyhissalamın həyatına baxsaq, Əli elə bir şəxs idi ki, Xeybər kimi, Xəndək kimi döyüşlərdə və digər döyüşlərdə meydanda şücaət göstərən, qəhrəmanlıq göstərən Əli bir yetim qarşısında olduqca təvazükar idi. Bir yetimi gördükdə dərhal onun qarşısında təvazükarlıq edirdi, əlindən gələni edirdi ki, onları sevindirsin. Həmçinin Əli əleyhissalam, baxsanız, minbərdə güclü nitq söyləyən, güclü bəlağətə sahib olan Əli Allahla ibadətdə elə ibadət edirdi, ağlayaraq ibadət edirdi ki, sanki onda bu qorxunu heç bir yerdə hiss etmək olmazdı. Həmçinin döyüş meydanında, namaz əsnasında ayağından ox çıxarılan Əli, bunu hiss etməyən Əli rükû halında bir fəqirə zəkat verir. Görürsünüz, Əli əleyhissalam da necə ki, Quran-ı Kərim bütün hər mövzunu əhatə edir, Əli əleyhissalam da ziddiyyətləri birləşdirən bir şəxsdir. Və Əli əleyhissalamın həyatına baxsanız, onun üçün, öz həyatımız üçün hər bir sahədə nümunə götürə bilərik. Allah bizləri bu gecənin şəhidinə xatir bağışlanmışlardan qərar versin.